İmam rahimehullah növbəti bir məsələyə keçir. Tam ayrı bir məsələdir. Lakin bir-birləri ilə əlaqəlidir. Ya birbaşa, ya da dolayısı yolla. Buyurur ki, وَعْلَمْ رَحْمَكَ اللّٰهِ أَنَّهُ لَيْسَ فِي السُنَّةِ قِيَاسِ. Allah sənə rəhm eləsin, bil ki, sünnətdə qiyas yoxdur. Qiyas nədir? Qiyas, dəlili olmayan bir şeyi, dəlili olan bir şey ilə müqayisə etmək. Aralarında olan bənzərliyə görə və onun hökmünü buna vermək. Bəsit şəkildə qiyasın tərifi budur, müqayisə. Və əslində qiyas dində var ya yoxdur? Əslində qiyas dində var. İndi biz biləcəyik İmam rahmehullah deyəndə ki, sünnədə qiyas yoxdur, bunu deməklə imamın məqsədi nədir? Çünki əslində qiyas Quran kimi, sünnə kimi şəri dəlillərdəndir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm özü də qiyasdan istifadə edib. Məsələn, bir gün əshabına sədəqənin növləri və fəziləti barədə danışanda deyir ki, hətta kişinin öz halal yoldaşı ilə əlaqədə olması sədəqədir. Və bu söz sahabələr təəccübləndirir. Deyirlər, ya Rasulullah, yəni bizdən biri öz yoldaşı ilə yaxınlıq edəcək, adi bir şeydir də və bununla əcr qazanacaq. Allah Rasulü nə dedi? Dedi, əgər o şəhvətini haram yolla ödəsəydi, günah qazanmayacaqdı. Deyirlər, bəli. Deyir, halal yolla ödədiyinə görə də savab qazanır. Bu əslində qiyasın bir növüdür. Qiyas-ül aks deyirlər buna. Əslində Allah Rasulü burada qiyas elədi. Kişinin öz şəhvətini halal yolu ilə ödəməsini, haram yolu ilə ödəməsinə qiyas elədi. Çünki sahabələr bilirdilər ki, bunu haram yolla etsə, günah qazanır adam. Bunu bilirdilər. Şəriətdən də dəlilləri çoxdur. Və Allah Rasulü bunu bilmədikləri bu məsələni, bildikləri o məsələyə nə elədi? Qiyas elədi. Deməli, dində qiyas var, müqayisə var. Lakin, hər qiyas da qəbul deyil. Hər qiyas da haqq olan qiyas deyil. Məsələn, alimlər deyirlər ki, lə qiyas ma'an nas. Nas ola, Quran və sünnədən açıq aydın dəlil ola, qiyas batildir. Məsələn, bu qiyasın batil olduğu yerlərdən birisidir. Bu mənada dində qiyas yoxdur. İblisin qiyası kimi. Allah Azza və Cəllə iblisə deyəndə ki, ya iblis, mə mənəəkə ən təscüdə limə xələqtü biyədəy, iki əlimlə yaratdığıma Adəmə nə üçün səcdə etmədi? İblis dəlil olaraq nəyi gətirdi? Qiyas. Dedi ki, ənə xayrun minh. Mən ondan xeyirliyəm. Xələqtəni min nərin və xələqtəhu min tin. Çünki məni oddan yaratmısan, onu torpaqdan. Və odu torpağa nə elədi? Qiyas elədi və elə düşündü ki, od torpaqdan üstündür. Ona görə Adəmə səcdə etmərəm. Hər bir halda İmam Barbahar rahmetullah aleyhim burada qəsdi nədir? Qəsdi odur ki, İmam demək istəyir ki, ənəhu leysə fi sünnəti qiyas, bil ki, sünnətdə, yəni etiqadi məsələlərdə, yəni qeybi məsələlərdə qiyas yoxdur. İmamın qəsdi budur. Çünki gördük ki, fıqh məsələlərdə qiyas var. Əhl-i sünnə icma edib ki, əhkam məsələlərində, fıqh məsələlərdə, etiqadi olmayan məsələlərdə qiyas etmək, dəlil olmayan yerdə qiyas etmək haqdır. Abu Hanifə, Şafi, Məlik, Əhməd hamısı ittifaq edib bunda. Buna müxalif olan zahirlər olur. Vəssalam. Müəllifin burada qəsdi ənəhu leysə fi sünnəti qiyas, sünnətdə qiyas yoxdur, yəni etiqadi məsələlərdə. Çünki biz əvvəlki dərslərdə də götürdük ki, bu imamlar sünnət deyəndə həm də nəyi nəzərdə tuturdular? Etiqadı. Məsələn, şərh-ü sünnə, sünnənin şərhi, yəni bu dinin əsaslarının, etiqadın şərhi. İmam Əhməd deyəndə ki, usul-ü sünnə, sünnənin əsasları, yəni nə? İmam Əhmədin usul-ü sünnə risaləsində fıqh məsələlər var idi. Yox, hamısı etiqadi məsələlər idi. Usul-ü sünnə, sünnənin əsasları, yəni
etiqadın, əqidənin əsasları. Deməli, ənəhu leysə fi sünnəti qiyas, sünnətdə qiyas yoxdur. Yəni, etiqadi məsələlərdə, qeybi məsələlərdə qiyas etmək olmaz. Etiqadi məsələlər yalnız və yalnız dəlil üzərində, nas üzərində qurulur. Çünki təvqifidir. Yəni, ayə, hədis harada durursa, orada durursan. Nə deyirsə ona etiqad edirsən. Əqli, məntiqi qaydalarla özündən əqidə çıxara bilərsən? Yox. Məsələn, misallar verin. Əqidədə batil qiyaslara aydın olacaq. Bir gün biri hədis imamlarından İshaq ibn Rahaweyhin yanına gəlir. Tanıyırsınız İshaqı. İmam Əhmədin aqranlarından olur. İmam İshaq ibn Rahaweyhə deyir ki, Allah hər gecə yer üzü səmasına enir. İmam da deyir ki, əlbəttə. Allah Resulü aleyhissalatü vesselam bizə bunu bu cür xəbərləyib. Və sual verən deyir ki, elə isə Allah gecənin son 1/3-də aşağı səmaya enəndə ərşi ondan xali olur. Yəni, ərş boş qalır. Bu nədir? Bu qiyasdır. Çünki öz zehnində Allahı, Allah Azza və Cəllənin hansısa bir vəsfini, sifətini müqayisə edib məxluqun sifətinə elə bil ki, qeybi, yəni qiyasul qaib alə şahid. Qeybi olan bir məsələni gözlə görülən bir məsələyə qiyaslayıb. Çünki bunun zehnində var olan həqiqət yalnız budur. O da nə? Tutaq ki, insan bir yerdə oturub, mən burada oturmuşam. Buradan durub geçsəm, bura mütləqdir ki, boş qalmalıdır ya, yox. Mütləqdir. Onlar bu mütləqi, yəni məxluqa xas olan bu qaydanı aid ediblər kimə? Allaha. Ona görə bu sual ağla gəlib. Çünki zehində bu qiyası etməsə, bu sual ağla gələ bilər? Yox. Bilirsiniz İshaq nə cavab verir? Rahmetullah aleyh belə cavab verir. Sual verənə sual verir. Deyir ki, sənin etiqad etdiyin Rəbb ərşi ondan xali olmadan yer üzü səmasına enməyə qadirdir ya yox. O da deyir, əlbəttə. Deyə bilməz axı yox. Küfrə düşəcək. Məcburdur desin ki, nə? Qadirdir. Deyəndən sonra ki, qadirdir, İshaq da deyir ki, məsələ aydın, vəssalam. Sualın cavabını aldın. Yəni, özün öz sualına cavab verdin ki, deməli, Allah Azza və Cəllə ərşi ondan xali olmadan yer üzü səmasına enməyə qadirdir. Fikir versiniz necə batil qiyasdır? Hətta İbn-i Teymiyyə rahmetullah aleyh deyir ki, bu hətta məxluqlar barədə belə mümkündür. Və ruhu misal verir. Çox gözəl misaldır. Deyir ki, insan yatanda ruhu çıxır. Ola bilsin göylərdə dolaşsın. Məcazi mənada yox ha, həqiqi mənada. Çünki ruhun bədəndən çıxması iki növdür. Ruhun bədəndən çıxmasının iki forması var. Bir növ ruh bədəndən elə formada çıxır ki, bununla nə baş verir? Ölüm. Bir növ ruh bədəndən elə formada çıxır ki, bununla nə baş verir? Yatmaq, yuxu. Lakin ruh həqiqi mənada çıxır. Və ola bilsin dünyanı gəzir. Buna rəğmən həm də bədəndədir ya yox. Həm də bədəndədir. Necə oldu bu ruh barədə mümkün oldu? Xaliq barədə necə? Şeyxülislam demək istəyir ki, hətta bu məxluqlar barədə mümkündür. Qalmışdı ki, Xaliq barədə. Ona görə İshaq deyir ki, Allah yer üzü səmasına enməyə ərşi ondan xali olmadan qadirdir ya yox. Sual verən deyir, bəli. İshaq da deyir, vəssalam, məsələ bitdi. Və məsələn, başqa bir misal, batil qiyaslardan. Bidət əhli deyir ki, deyirsiniz ki, Allah ərşinə istava edib. Necə? Deyirsiniz ki, yox. Əvvəl necə başlayır? Deyirsiniz ki, qəribədir. Bunu biz demirik axı. Deyən ki, Allah Quranda belə deyir, mən də qəbul eləmirəm. Biz də razılaşaq. Deməyin ki, deyirsiniz. Bəli, biz deyirik Allah və Rasulun dediyini.
Quranda Allah Azza və Cəllə 7 yerdə istavanı qeyd edib. O mövzular gələcək növbəti dərslərdə. Mövzu bu deyil, mövzu qiyas mövzusudur. Məsələn, gəlib deyirsiniz ki, Allah ərşinin fövqündədir və sonra da etiqad edirsiniz ki, o öz qulları ilə bərabərdir. Hər ikisi də Quranda varid olub. Məsələn, Hədid surəsində Huvəl-ləzi xalaqas-səmavati vəl-ard thumma istava aləl-arş. O Allah ki, göyləri yeri 6 gündə yaradandan sonra ərşə yüksəldi. Sonra həmin ayənin axırında nə buyurur? Və huvə ma'akum eynəmə kuntum. Və siz hardasınızsa Allah da oradadır. Allahın uluv sifəti, bir də Allahın məiyyə, qulları ilə bərabər olma sifəti. Deyirlər ki, bu bir-birinə ziddir. İstavanı isbat edirsənsə, məiyyəni inkar eləməlisən. Məiyyəni isbat edirsənsə, istavanı inkar eləməlisən. Və bu cür batil qiyaslar gətirirlər ki, bir kəs həm ucalıqda ola, həm də qulları ilə birlikdə olsun. Ya budur, ya bu. Bundan qabaq kimsəli oxşuyur. Biraz fərqli formasıdır. Abu Hanifə rəhmətullah aleyh deyir ki, deyirsən uzaqda olan dostuma bir məktub yazırsan və deyirsən ki, qorxma, mən səninləyəm. Bu ərəb dilində, insanların örfündə keçərli bir ibarədir. Keçərlidir, hətta insanlar barədə. Allah barədə niyə keçərli görmürsən? Baxma ki, zatınla onun yanında olmasan da, lakin bunu deyə bilirsən. Qorxma, mən səninləyəm, öz yardımımla və s. Və İbn-i Teymiyyə rəhmətullah aleyh gözəl bir misal gətirir. Deyir, hətta bidət əhlinin Allah barədə qəbul etmədiyi, ziddiyyətli kimi gördüyü bu məsələ məxluq barədə keçərlidir. Və başqa bir misal deyir. Deyir, məsələn, səfərdə olan birisi, səfərdə yolla gedirlər və deyir ki, biz hara gediriksə ay bizimlədir. Öz işığı ilə. Hara gediriksə ay bizimlədir. O bu sözü deməyi ilə düz dedi, səhv dedi. Düz dedi. Hara gedirlərsə ay onlarladır. Lakin o hardadır? Səmadadır. Və bu ay barədə mümkün oldu. O səmada ola insan bunu deyə bildi ay barədə. Biz hara gediriksə o bizimlədir. Xaliq barədə necə? Onu qurucu Allah buyurur ki, Ən-Nəhl surəsi 74-cü ayədə Fələ tədribu lilləhil əmsəl. Heç kəsi Allah Azza və Cəlləyə bənzətməyir. Deməli, İmam rəhmətullah aleyh deyir ki, va'ləm rəhməkallah, Allah səndə rəhm eləsin, ənəhu leysə fi sünnəti qiyas. Bil ki, sünnədə, etiqadi məsələlərdə qiyas, yəni bu cür batil müqayisələr yol verilməzdir. Və lə yudrab ləhəl əmsəl və lə tuttaba'a fihəl əhvə. Və etiqadi mövzularda məsələlər çəkmək, bənzətmələr etmək və nəfsi istəklərin dalınca gedmək olmaz. Bu da ikinci bir məsələdir. O da nə? Lə yudrab ləhəl əmsəl. Etiqadi məsələlərdə, mövzularda məsələlər çəkib bənzətmələr etmək olmaz. Abu Hüreyrə radiyallahu anhu bir gün İbn Abbasın olduğu məclisdə Allah Rasulundan eşitdiyi bir hədisi nəql edir. Əl-vuzu mimmə məssətinnar. Yəni odun toxunduğu şeydən ötürü dəstəmaz var. Bu sonradan hökmü nəsx olunmuş şeylərdəndir. Əvvəl sahabələr necə edirdilər? Yemək yiyəndən sonra dəstəmaz alırdılar. Hədisdə də gəlir ki, odun dəydiyi, yəni pişmiş yeməkdən ötürü dəstəmaz var, dəstəmaz alın. Və bəzi sahabələr bunun nəsx olub olmadığını bilmirdi. Lap bilirdi, dəxli yoxdur. Bu hökm İslamda vaxtı ilə olub olmayıb? Olub. Abu Hüreyrə də Allah Rasulundan eşitdiyi bu hədisi nəql edəndə
Abdullah ibn Abbas bir məsəl çəkir. Deyir ki, ya Abu Hüreyrə, necə olur ki, odun dəydiyi pişmiş yemək dəstəmazı pozur, amma biz od dəymiş su ilə dəstəmaz ala bilirik. Bir məsəl çəkir. Və onda Abu Hüreyrə radiyallahu anhu deyir ki, ya ibn əxi, ey qardaşım oğlu, İzə səmi'tə an Rasulillahi hadisən fələ tadrib ləhul əmsəl. Və bu sözü deyir. Deyir, Allah Rasulundan bir hədis eşitdikdə ona misallar çəkmə, bənzətmələr etmə. Yəni, bu belədirsə, bəs belə olsa necə olacaq? Şəriət nədir? Əl-ittibə, tabi olmaqdır. Batil qiyaslar, batil məsələlər, müqayisələr, bənzətmələr deyil. Məsələn, bidət əhli deyir ki, istava barədə bu məsəl çəkməyi misallarından Allah göyləri yeri yaradandan sonra ərşə istava edibsə, bəs göyləri yeri yaratmamışdan öncə haradaydı? Fikir ver. Bu məsəl çəkməkdir, bənzətmədir. Əslində cavabı çox sadədir. Həmin bu miskinə deyən lazımdır ki, Allah Azza və Cəllə göyləri yeri yaradandan sonrası barədə xəbər verib. Huvəl-ləzi xalaqas-səmavati vəl-ard. Bu Allah ki, göyləri yeri yaratdı. Sonra istava aləl-arş. Ərşə yüksəldi. Sonrası barədə xəbər verib. Öncəsi barədə xəbər verməyib. Sən xəbər verdiyi şeyi təsdiqləyirsən? Yox. Xəbər vermədiyi şey barədə sual verirsən. Fikir ver, bidət əhlini alınır. Allah Azza və Cəllənin xəbər verdiyini təsdiqləməmisən, xəbər vermədiyi şey barədə sual verirsən. Və ya biri Abdullah ibn Abbasa sual verir, eşidəndə ki, qiyamət günü Allah Azza və Cəllə bütün insanları hesaba çəkəcək eyni anda. Arada heç bir tərcüməçi, heç bir pərdə olmadığı halda. Və biri deyir ki, ey İbn Abbas, bu necə olacaq? Əslində bu sualı verənə vacib olan nə idi? Eşitdiyinə etiqad eləmək, necəliyini soruşmamaq. Ona görə fikir verin, imam deyəndə ki, İbn Abbasın qıssasına qayıdacam. İmam deyəndə ki, وَلَا يُضْرَبْ لَهَا الْأَمْسَالِ وَلَا تُتَّبَعْ فِيهَا الْأَحْوَى etiqadi mövzularda məsələlər çəkmək, bənzətmələr etmək icazəli deyil. Nəfsin istəklərinin dalınca getmək icazəli deyil. وَهُوَ التَّصْدِيقُ بِآثَارِ رَسُولِ اللّٰهِ بِلَا كَيْفٍ وَلَا شَرْحٍ لَا يُقَالُ لِمَا وَكَيْفٍ. Əksinə, Allah Resulü Aleyhisselatü Vesselam'ın sünnətinə, hədislərinə qeyri-şərtsiz tabi olmaq, onları təsdiqləmək, bilə keyfin və la şərh, keyfiyyət vermədən, batil şərhlər eləmədən, la yuqalu limə və keyf, və deyilməz ki, necə, nə cür, bu cür demədən. Allah Resulundan, Allahın şəriətindən bir şey eşitdin, sənə gəlib çatdı, səhih yolla, sənə vacib olan onu təsdiqləməkdir. La yuqalu limə və keyf. Nə üçün və necə demədən. Həmin adam İbn Abbas'a bu sualı verir. Deyir, keyf, necə? Necə olacaq ki, insanlar, milyonlarla insan, Allah Azza və Cəllə onları eyni anda hesaba çəkəcək. Yenə də zihində olan müqayisə. Çünki bu bədbəxt, bu sualı verən fikirləşib ki, insanlar çoxdur, Allah tək. Tək olan Allah, çox olan
insanlarla tək necə hesab çəkəcək? İbn Abbasın cavab bilirsiniz nə olur? Deyir, necə ki bu dünyada eyni anda onları ruzulandırdığı kimi. Allahu Akbar. Bu dünyada da Allah təkdir. Ondan başqa ilah yoxdur. Yer üzündə insanlar, heyvanlar, həşəratlar, milyardlarla eyni anda hamını ruzulandırır. Bu dünyada eyni anda insanları ruzulandıran qiyamət günü də eyni anda hamısını hesaba çəkəcək. Ona görə Abbasi xəlifələrindən Harun Ər-Rəşidin yanında Əbu Muaviyə hədis əhlindən bir hədis nəql edir. Musa əleyhissalamın Adəm əleyhissalam ilə höccətləşməsi. Əbu Hüreyrə rəvat elədiyi hədisdir. Musa əleyhissalam Adəm əleyhissalam ilə mübahisə edir. Deyir ki, ey Adəm, sən cənnətdə o xətanı etməsəydin, bizi cənnətdən çıxarmazdın. Adəm də Musaya cavabında deyir ki, sən mənim barəmdə, mən yaranmamışdan qabaq yazılan bir şeyə görə qınıyırsan və höccətləşmədə Adəm Musaya qalib gəlir. Bu, Əbu Muaviyə bu hədisi nəql edəndə, o Harun Ər-Rəşidin məclisində bu hədisi danışanda, orada olanlardan biri etiraz eləyir. Deyir ki, Adəm ilə Musa arasında gör neçə illər, neçə əsrlər keçib. Musa ilə Adəm harda görüşdü? Harda höccətləşdi? Bu necə oldu? Harun Ər-Rəşid oturduğu yerdən sıçrayır və deyir ki, yuhaddisuka an Rasulillah və tuariduhu bikeyf. O sənə Allah Rasulundan hədis deyir və sən də o hədisə necə, nə cürlə qarşılıq verirsən? Aydındır. Eyni qiyaslar, batil məsələlər, müqayisələr, limə, keyf və İmam Rahmetullah aleyh deyir ki, din bu deyil. Din budur ki, ət-təsdiq bi əthəri Rasulillah. Allah Rasulunun sallallahu aleyhi və səlləmin əsərlərini, hədislərini təsdiqləmək, tərəddüdsüz, batil şərhlərə getmədən, batil qiyaslar, bənzətmələr, məsələlər çəkmədən və necə, nə cür, nə formada, nə üçün bu cür suallar vermədən. Doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.